Karanlık kalan yerlerden herkese salamlar. Bugünkü qonağımız illərdir meyxanada saçın saqqalını ağartmış Vüqar Binəqədli. Vüqar, xoş gəlmisən və çox sağ ol ki, dəvəti qəbul elədin. Salam mübariz. Allah can sağlığı versin sizə. Həmişə izləyirəm kanalı. Bir neçə dəfə zəngləşmişik ki, çəkmək istəyirəm. Nəsə, bir gün mənim vaxtım olmayıb, bir gün sənin vaxtın olmayıb. Allah kömək olsun ki, bu gün mənə dəvət eləmişsiniz. İnşallah ki, səmimi söhbətlər olar. Allah razı olsun. Mən yadıma gəlir ki, bir dəfə biz bir diyalogumuz oldu. Vüqar dedi ki, mən şəklini paylaşıb sual yazmaq, gəlim ora, başlayaq bu sənətin pis tərəflərini tənqid eləməyə, oturaq bir-birimizdən söhbət eləyək. Amma verilişin bir motivi var deyə mən məcbur olub bu şəkli paylaşmalıyam. İzləyicilər də çox istəyir ki, səndən bəzi şeyləri soruşsun. İcazə versin, keçərdim birbaşa suallara. Buyur. Aysel adlı daimi bir izləyicimiz yazıb ki, salam, axşamınız xeyir. Sizləri və izləyiciləri salamlayırıq. Vüqar bəydən soruşmaq istərdik ki, həm öz sənət yolunda, həm də ümumilikdə meyxananın tarixində sizcə ən uğurlu dövr hansı illər olub və bunun səbəblərini nədə görürsünüz? Ən uğurlu dövr olub hardasa 90-cı illərdə. 2005-ə qədər, 6-ya qədər, 7-yə qədər. Mehribançılıq var idi, səmimiyyət var idi. Heç kimə incimirdi. İndi elə bir şey yoxdur. Yəni, birinə bir dənə söz deyirsən, inciyir, səhər belə olur, söhbətlər olur, qarışır bir-birinə. Səmimiyyət var idi. Hər yerdən bir nəfər olurdu toyda. Kim toyda necə idisə, qıraqda da elə idi. Amma indi elə deyir də, qıraqda başqa cürdür. Ay qardaşım, ora-bura, amma toyda görsən ki, elə deyir. Səmimiyyət o illərdə var idi. Dəyişmə var idi, meyxana var idi. İndi hər şeyi cəmaat ixtiyarına buraxıblar ki, cəmaat bunu istəyir. Bir dəfə Rəhman adlı bir dostumuzun bir yaxınlarda məclisi oldu, Şürdaxanı toy yerində. Məclisin səhəri günü Ağa Mirzə zənglədi ki, gördüyün bacı oğlu, bu qıraqda, stolda ham gəlib görüşür, ağa necəsən, ağa necəsən, məclisdə növbə gözləmirlər, mənə hörmət qoymurlar. Elədir. Ağa Mirzəni də salamlayır. Həmin xanımın ikinci sualı isə belədir. Əgər özünüz bir meyxana yarışması təşkil etsəydiniz, necə bir layihə olardı? İştirakçı seçimi, münsiflər, səsvermə sistemi və s. Təşəkkür edirik, uğurlar sizə. Səsverməklə əslində meyxana eləncə bir şeydir ki, otur, nə istəyirsən deyil, adamın var, pulun var, olacaqsan çempion. Münsiflərlə daha yaxşı olar ki, sırf münsiflər qiymət versin, ustadlar qiymət versin. Elədir. Meyxanadan anlaşır. Fərqi yoxdur, onun meyxanadan olsun. Elə bir xiridar var ki, heç şair deyil. Sən toyda meyxana kimi üçün deyirik. Cəmaat üçün, cəmaat qulaq asır da, özümüz üçün demirik ki, cəmaat qiymət verir. Toya çağıran kimdir? Cəmaatdır da. O cəmaatın içindən də bir nəfər ola bilər. Arada görsən ki, deyirlər ki, falan kəs münsif deyən, o şair deyil, meyxana deyən deyil, o gedib münsif. Bu xiridardır da, bu həvəskardır, o oturub orada qiymət verə bilər. Təmiz qiymət verə bilər. Təmiz qiymət vermək üçün mən elə bu yaxınlarda neçə dəfə verilişlərə çağırıblar, meyxana verilişlərinə, bu yaxınlarda da biri başlayır. Allah canı sağ olsun, başda mehman olmaqla, həzi mehman olmaqla bir çox meyxanadan yığdı məni ki, sən orada görmək istəyirik, amma gəlmədim. Birinci dəfədir ki, çəkilişə mən sənin yanıma gəldim mübariz. Allah sənə razı olsun. Allah sənə kömək olsun. Mən bir dəfə, bilmirəm, harada dedim, bu sənətdə ən çox ad Vüqar adıdır. Deyim ki, içərisində istedadsız da adam yoxdur. Vüqarlar bu sənəti mən tanıdığım, bəlkə sən mənə daha təcrübəlisən, bəlkə elə Vüqar tanıyırsan meyxana, yəni ki, istedadı yoxdur, mən tanımıram. Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Ən böyüyümüz Qobulu Vüqardır. Bəli. Əbdülov Vüqar var, Mir Vüqar var. Mir Vüqar bizim qardaşımız. Maştağalı Mir Vüqar. Vüqarlar haqqında bir meyxana da yazmışdı. Onu da salamlayıram, Allah canını sağ eləsin. Demək olar ki, Vüqarların içində ən istedadçısı mənəm. Allah bilməsin. Bizim meyxana səhifəsi yazıb ki, salamlayıram Mübariz bəy sizi və şairimizi. Sualım belədir.
Şairi çox vaxtı meydanlarda görmürük. Yəni meyxana sənətindən əlavə hansı işlərlə məşğul olur? Bu verilişə birinci qonaqdan baxıram. İndiyə qədər bu mənim ilk sualımdır. Təşəkkürlər öncədən. Meydanlarda əslində oluram. Ancaq ki, Muaz müəllim, mən bu 10 nəfər, 12 nəfər, 15 nəfər yığılan meydanlar yoxdur. Onlara mənə də çağırırlar da. Gedmirəm belə meydanlara. Görürsən ki, kimsə meyxana deyənlərə yaxın bir adam olur. Bəli. Qonaq kimi çağırır. 25-dən 30-dan meyxanada. Orada məcbursan ki, bir 10-dan meyxanadan çıxanda sən də çıxasan, bir-iki kuplet deyəsən gedəsən. Amma sırf meyxana kimi mən gedmirəm. Çünki o 13-14 dənə meyxana deyən olan yerdə mən meyxana deyə bilmirəm. Allah Ağasəmi rəhmət etsin, deyirdi meyxana deyərlər 2 nəfər, 3-cü artıqdır. Yəni belə meyxana olmaz, düzülürlər, onlar nə fikirləşib gedir, ora mən başım çıxmır, bunlar nə fikirləşib gedir. Elə olmaz axı. Meyxana deyərlər 2 nəfər. Laf belə 3 saat məclissə 4 nəfər. 4 nəfər də eyni adamlar yox, həmişə. Hər yerdən 1 nəfər. Hər yerdən 1 nəfər. Belə olmalıdır. Başqa bir suala keçim. Hər vaxtınız xeyir Mübariz bəy. Vüqar Binəqədini də salamlayıram. Vüqarın insanlığını, sadəliyini çox insan bilir. Vüqar qocaman şairdir. Bəzi təzəcə 4-5 toy görüb özünü əlçatmaz şair hesab edənlərə nə məsləhət görərdi? Və bir xahişim var Vüqar bəydən. Köhnədən tanıdığı meyxanaçılardan 5 nəfərin adını çəkə bilər, hansı ki onlar daha meyxana demir. Amma vaxt ikən yaxşı meyxana deyən olublar. Allah sizi qorusun, verilişinizə uğurlar arzulayıram. Hörmətlə Kərbəlayı Ramin, Sedmoy Biləcəri. Aha, Kərbəlayı Ramin bizim dostumuzdur. Kərbəlayı Ramin köhnə meyxana deyəndir. Allah canı sağ olsun. Hələ biri Kərbəlayı Ramindir. Biri Kərbəlayı Ramindir. Qabaqlar meyxana deyirdi, Allah kömək olsun. Sonra elə Sedmoy dedin, yadıma düşdü, Etibar vardı bizim. Ağsaqqal deyirdik ona. Etibar. Sonra Azad Dağlı, Coratdan. İndi meyxana demir. Əvvəllər qabaq qəşəng meyxana deyən olub. Sonra Azər Siyəzəndən. Əla meyxana deyir. Azər Siyəzəndən. İndi meyxana demir. Sonra da nə bilim var idi, kimin adını çəkməyən bəz inciyər. Var indi elələr var ki, amma adını çəksən bir inciyər də, indi başqa bir işlə məşğul olur, neyini deyələşmən, neysə, orada yad elədin. Yəni, onun gərək icazəsini alasan ki, sənin adını çəkə bilərəm, yoxsa, amma bilirəm ki, bu insanlar səmimi insanlardır. Afina Aliyeva adlı bir izləyici yazıb ki, salamlayıram Vüqarı və bütün bu verilişin ortaya çıxmasında zəhməti olanları. Məşəd Baba haqqında fikri maraqlıdır Vüqarın. Amma ki, dəfələrlə eşitdiyimiz sözləri yox. Məşədi güclü şair olub, ürəkçı insan olub, mərd olub. Bunları eşitmişik dəfələrlə. Allah rəhmət eləsin. Başqa bir maraqlı fikrini istəyirəm eşidən Vüqarın Məşəd Baba haqqında. Bəlkə bir yadda qalan əhvalat və ya başqa bir maraqlı fakt var ki, onu şairlər və əsil xiridarlar anlayar. Allah köməyiniz olsun. Məşəd Babaya Allah rəhmət eləsin. Məşəd Baba haqqında maraqlı fikir, mən yalandan danışa bilmərəm ki, mən Məşəd Baba ilə belə dost olmuşam, belə. Məşəd Baba ilə mənim elə münasibətim olmayıb. Yəni 5 dənə, 3 dənə toyda görüşmüşük. O da ki, 4-5 meyxana deyən olub, Məşəd Baba da ustad orada olub. Mən onunla heç vaxt tək meyxana deməmişəm. Mən az görüşmüşəm Məşəd Baba ilə. Yəni biz bir yerdə oturaq, hardasa çay içək, zəyləşək, ora, bura. Mən elə şey olmayayım Məşəd Baba ilə. Çünki mən maraqlı bir hadisə danışan mənəm, daha ona yaxın olan insanlar var. Mən durub burada yalandan bir dənə hadisə danışaram, ona yaxın olan insanlar sabah mənə yığar deyər, bu harda olub bəyəm, sən onu danışmısan orada. Yəni, düz söhbət eləmək lazımdır ki, mənim Məşəd Baba ilə elə dərin münasibətim olmayıb. Dərin yoxsa, orta da olmayıb, az. Əli Əlizadə adlı başqa bir izləyici yazıb ki, salam Mübariz bəy, qonağınızı da salamlayıram. Vüqar bəyin illərdir sənətdə olduğunun şahidiyik. Bilmək istərdim ki, onun ustadı kim olub? İkinci sualım, Vüqar bəy dünyasını dəyişmiş, hazırda yaşayan meyxana ustadlarından hansı biri ilə meydan bölüşüb? Mümkünsə həmin meydanlarda yadda qalan maraqlı bir əhvalatı bizimlə bölüşsün. Hacı Əli Əlizadə. Salamlayıram o sual verən qardaş da, gözəl sualdır. Ustada qaldıqda, indi bayaq da Məşəd Babadan danışdıq. Məşəd Baba, Allah rəhmət etsin, Məşəd Baba özü deyildi ki, meyxanada ustad yoxdur. Yəni, yol göstərən var. Deməli, harısı 96-cı, 95-ci illər olardı. Bir məclis vardı. Mən də elə belə yalandan qıraqda meyxana deyirdim. Birinin kupletini əzbər deyirdim, birini özümdən düzüb qoşurdum. Rəhmətli Qobulu Mehman gəlmişdi məclisə. Qobulu Vüqarla. Vüqarı salamlayıram, Allah Qobulu Mehman rəhmət etsin.
Elə oldu ki, mənə də bilirdilər ki, qıraqdan, qohumlardan ki, yalandan deyirəm. Mənə nəsə mehmana dedilər ki, bunu da çağır. Mən də çıxdım elə yalandan meyxana deyirəm. Mehman da, əla, bu da biraz mənə dəstək olur ki, əla. Elə mehmanla münasibətim başladı. Bir məclis, iki məclis. Sonra o Binəqətdə, burada məclis olanda mənə deyirdilər ki, mehmana, o telefon zat da yox idi. Gedirdim, mehmanın qobudan danışırdım, çağırırdım, mən də ona meyxana deyirdim. Elə mehman oldu mənim üçün ustad. Mehman mənə heç nə öyrətmədi, ya bu qafiyə belə deyilir, o elə deyilir, bu belə deyilir. Sadəcə o mehman mənə dəstəyi çox oldu. Allah ona rəhmət eləsin. Amin. Başqa bir səhifədən yazıblar, hansısa meyxanasının adı gələndə istər-istəməz onun yaddaşlarda qalan, qulaqlara həkk olan bir sözü ya bəndi xatırlanır. Vüqar Binəqədi deyəndə hansı fikir yada düşür? Salamlayıram o sual verən qardaşdır, sual verən qardaşı salamlayıram. Allah can sağlığı versin. Bəndlər çox olur, görsən biri yaxşı olur, biri pis olur. Bənd yadımda qalmıyor, ola bilər kimisi yadda qalır. Əgər də otursun, dostlarla, qardaşlarla deyirlər ki, o vaxtı bir dənə belə kuplet düdüm, keçən də bir dənə belə kuplet düdüm. Yaddaşı olan meyxana deyənlər var ki, otursan stol üstü ya və toyda meyxana deyirsən, o meyxanaların hamısını yadda saxlayır. Mən onu yadımda saxlaya bilmirəm. Mənim elə bu meyxana deyənlərlə elə səmimiyyətim, zarafatım. Arada görsən ki, meyxana deyənlərə iş zatla düzüb qoşuram. Xırdakı hansı meyxana deyə, harada işləyə bilər. Zarafatlarımla, səmimiyyətimlə. Allah candan sağ etsin hamısına. Məncə də meyxana deyənlərsə səmiyyətli yara daha çox istəyirlər. Buradan həmin səhifəyə demək istəyirəm. Məsələn, mən 7 il bundan qabaq bir səhifəmdə paylaşım eləmişəm. Rəhmanın toy axşamı, Şamaxı toyudur. Bax orada Vüqar Binəqədili, Vüqar Biləcəri ilə, Oqtay Kamil ilə, Aydın Xırdalanlı ilə yaxşı məclis gedib orada. Faiq Şuşalı var orada. Yaxşı meyxana deyiblər orada. Azərlə sonra, Azərlə bu məhəllədə dağlar məhəsində. Bəli, Azərlə olub. Sonra Yasamalda olub. Çatanda torpağına dodaq vurarlar. Bəli. Elə bir qafiyə olub. Balıqxanda olub. Çox olub. Mənim yadımdan çıxıb valla. Nə cavab verim? Firuz Kərimoğlu adlı bir izləyici yazıb ki, salam. Vüqar qardaşım hansı meyxanaçı ilə deyişməkdənsə ona qulaq asmaqdan daha çox zövq alar. Var olun, əfəndilər. Ona qulaq asmaqda daha zövq alar. Mən meyxana deyənlər çoxdur, hamısı mənim qardaşlarımdır da. Mən birbaşa Pünhanı deyərəm. Yəni, Pünhanla deyişməkdənsə, onun yolunda olan qafiyədə otur Pünhana qulaq as, o daha da maraqlı olar mənimcə. Pünhan kimi istedadlı, Pünhanın yolunda meyxana deyənlər çoxdur. Yəni, indi birinin anı çəkəcəm, o birisini incəyəcək, o birisini anı çəkəcəm, o birisini incəyəcək. Yəni, bir nəfəri soruşursa, mən Pünhanı deyərəm. Başa düşdüm. Buradan Pünhanı da salamlayırıq. Başqa bir izləyici yazıb ki, salamlayıram sizi, Vüqar bəyə belə bir sual verərdim ki, bir gün bir adam hardasa ona yaxınlaşıb desə ki, misal üçün, uşağımın toyudur və yaxud qardaşımın toyudur. İstəyirəm toyumuzda meyxana olsun, amma imkanım yoxdur. Vüqar bəy həmin toyda təmənnasız iştirak edər və özü ilə hansı hər şey satan meyxanasını aparar. Hörmətlə xeridar. Gözəl sualdır. Bu sualda mən inansın, elə vaxtda olur ki, bax, həmin babı məsələlər məni çox əsəbləşdirir. Elə məsələsini qabaqlardan götürüm də, bir neçə il bundan qabaq. Görürsən ki, mübahiz mənim, elə bir adamlar olurdu ki, gəlirdi, toy eləyir özünə. İndi eşitsinlər, baxsınlar, olar üzə mən heç nə deyəməz. Gəlirdi, deyirdi ki, ay Vüqar, imkanım yoxdur, toy eləyirəm. Belə, filan vaxtı toy eləyirəm, toyda borcla eləyirəm, onu borclamışam, bunu borclamışam. Sanırlar, bir-iki dənə də meyxanadan götürür, mənim indi kənddə, ya şəhərdə, haradadır, fərqi yoxdur. Mən də istəyirəm toyda meyxana olsun, bir saat yan meyxana olsun. Deyirəm, mən toy eləyirəm, ayın səsində filan. Gez işinə məşğul, mən götürürdüm, yığırdım uşaqlara, kimin vaxtı var, xahiş eləyirdim. Sağ olsunlar. Kimə də deyirdim, etiraz eləmirdi. Gəldik toyuna. Kasıb adamdır da, kasıb adamın toyunda nə olacaq ki? Toy yiyəsinə oxşayar. 5-10 man şabaş oldu, meyxanasına deyib çıxıb gedir. O iş dəfələr nə olub o? Üstündən keçir 7 il, 8 il bunun uşağı, məsəl üçün, uşağı.
Biraz bu torpaqların qiyməti, həyət bazarının qiyməti qalxır. Torpağın qırağından 2 sot kəsir, satır, uşağına toylayır. Gedir meyxana deyənlər danışır pulu ilə. Mən yoxam orada. Mən yoxam orada. Nankor. Hə, indi mən beləncə adam nə deyim mən? Belə adamlar çoxdur, amma yenə də mən imkan çatmayan adamların toyuna təmənnasız gedirəm meyxana deyən də aparım özümdən. Xahiş edirəm, daha 4-5 nəfər yox, 1 nəfər. Aparım özümdən imkan çatmayanların toyuna. Çünki yanındakı meyxanadan yola salmaq lazımdır. Mən cəhənnəmdən qoydu qırağa, bəs yanındakı meyxanadan yola salmaq lazımdır. Heç sağ olsun, Allah canı sağ olsun. Dağlı balası səhifəsinə yazıblar ki, salam aleykum şair. Əvvəllər Siyəzəndə tez-tez görsənirdin. İndi isə az. Səbəb nədir? Siyəzən. Siyəzən mənim elə bir ikinci vətənimdə. Mən Siyəzən girəndə elə bir qardaşlar tanımayan yox idi da. O vaxt Azər Siyəzənli meyxana dedi. Mənimlə bir 10 ilə yaxın napaniklik eləyib. Siyəzəndə hansı məclis olsa, buradan Siyəzən meyxana deyənlərin də hamısını salamlayıram. Hansı məclis olsa mən orada mübariz, həmyəkəndi var. Mən orada Azərlə meyxana deyəndə alqışdan yerin tərpənməyini hiss eləmişəm, titrəməyini hiss eləmişəm ayağımla. Qulaqlarım batdı alqışdan. Elə bir məclislər gedirdi orada. Bir dəfə də alt ağacda olub o. Yer elə bir ki, ayağımın altına titrədiyi alqışdan. Kolonkalardan ot çıxırdı alqışdan. Meyxana da top-fotoğraf gedir. Ondan sonra ki, Azər ki, biraz sənətdən uzaqlaşdı. Görsən ki, indi birinin imkanı var çağırmağa, birinin imkanı yoxdur çağırmağa. Amma yenə də gedirəm, mənim dostlarım var orada. Gez-gez də olsa, ildə bir iki dəfə gedirəm ora. Salamlayıram hamısını. Burada bir neçə səhifələr var ki, sual yazmayıblar. Onlar sadəcə salamlayırlar. Allah səni var eləsin yazan var. Baba adlı biri yazıb, salam gözəl şairimiz. Elxan adlı biri yazıb ki, Vüqar ortaqları ilə olan maraqlı söhbətlərindən etsə çox xoş olar. Maraqlı söhbət isə nə qədər olub, o hansın? O, tutsaq gələ bir dənə başqa verilirsə ki. Bəli, elədir. Emil Abdullayev adlı biri yazıb ki, salam şair, necəsiz? Sizə böyük hörmətim var. Sizcə meyxanada monopoliya var meyxana deyənlər arasında? Monopoliya? Bəli. Salamlayıram bu qardaşı, sual verən qardaşı. Monopoliya, mübariz mənim tamam başqa bir söhbətdir. Monopoliya, bilirəm o nə demək istəyir, amma monopoliya bir söz nədir? Bu mübariz müəllim alıb kamerasını, mikrofonun çəkilişlər eləyir. Mən də istəyirəm alım bunları, mən də oturum evimdə çəkilişlər eləyim. Mübariz müəllim deyir ki, bu teritoriyaya mən baxıram. Bura girə bilməsən, burada eləmə. Get Azərbaycan hansı rayonunda elə. Monopoliya odur. Monopoliya sənə heç kim meyxanada deyə bilməz ki, sən filan rayona gəlmə. Monopoliya tam başqa şeydir. O demək istəyir ki, qruplaşma var. Onu soruşmaq istəyir ki, yəni qruplaşma var. Əlbəttə var. Qruplaşma var, özü necə lazımdır. Adi məsələsini, bir dənə mənim məsələsini toy deyilən ki, dünən bir dənə toy olub. 5 dənə meyxana deyən vardı. Birinin adını sən çək, 4-ünün adını mən çəkəcəm. Gözləyirəm fikri qutarasını tamamlayasın. Birinin adını sən çəkəcəksən, 4-ünün adını mən çəkəcəm. Bu toya baxırsan, bu meyxana deyənlər. O bir toya baxırsan, mənim yanımdakılar. O bir toya baxırsan, elə bir ki, yox deyə hər yerdən bir dənə meyxana deyən gəlsin. Baxarsan ki, bir dənə aralarına düşəndə bilirsən ki, o ya bəyin qohumudur, ya da bu danışıb bu toyu. Bir dənə belə, qabaq elə deyildi, qabaq meyxana deyən biri Maşdağdan olurdu, biri Xırdalandan olurdu, bir-birləri ilə görüşməyən meyxana deyənlər. İndi meyxana deyənlər necədir? 4-5 nəfər həmişə bir yerdədir. Çayxanada da bir yerdədirlər, toyda da bir yerdədirlər, yasda da bir yerdədirlər. Zəhləşirlər, sağınısı gələcək yasar. Bunlar belə, elə bu qruplaşma budur. Amma Vüqar istedadlı adam istərsən, çıxır üzə. Bəs istedadlığın qabağını almırlar. İstedadlı da özü üçün bir dənə qrup yaradır da. Mənə deyən var, gedə özü o qrup yaradma. Mən də istəsəm ki, bir dənə qrup yaradır. Kimsə mənə deyə bilməyəcək ki, qrupdur da, qardaş. Toy əsində imkanı çatmır ki, 10 dənə meyxana deyən gəlsin. Yığır mənə, deyir ki, 4 nəfər lazımdır. Mənim də ətrafımda kimdir, onu aparacam da 4 nəfər. Elədir. Çalışacağım onlara deyim, çünki onlar da mənə deyir axı toyu. Budur qruplaşma da var. Bu qruplaşmanın amma yaxşı tərəfləri də var, mən o demək istəyirəm ki, yəni bugünkü günləri Vüqar, məsəl üçün,
ən birinci xahiş edirəm, müəllim zat demə mənə. Yaxşı, mübariz. Hə, bu günləri Vüqar, mən də Binəqədidə yaşayıram, Vüqar da Binəqədidə yaşayır. Bu günləri Vüqar toya dəvət edirlər, deyir ki, mübariz, gəl gedək deyək. Vüqar mənə istedadını göstərə bilməyəcək, çünki mən meyxana deyə bilmirəm. Hə. Yəni Vüqar özünə cür olan bir iki nəfər mənim meyxana deməlidir ki, sənətini göstərə bilsin. Yəni nə bilim, yəni bilmirəm fikrimi necə çatdıram. Mənim o özümdə də var bu bariz. Mənim o qruplaşma deyirsən, mənim özümdə də var da. Mənim bir dənə toya zəng eləyəndə mən münasibətim olmayan meyxana deyən heç vaxt çağırmayacağam. Ətrafında olanı çağıracağam toya. O mənim birinci mənim elə özümə də aiddir. Bəli. Gözəl bir şeydir. İstedadı olan onsuz da heç yanda qıraqda qalmayacaq. Əgər bu günlər mən ayda 5 dənə toya gedirəmsə, deməli o 5 dənəlik istedadım var mənim. Vallahi yaxşı istedadın olsa qıraqda qalmayacaqsan. Kim deyir, nə bilim, qruplaşmadır, nə bilim, odur, budur, nə. Vallahi hansı istedadı olan meyxanın adını çəkə bilərsən ki, oturub evində. Mən tanımıram. Tam razıyam. Nəsə çatmır. Elədir. Ya xasiyyətində nəsə çatmır. Ya şirinliyi yoxdur. Ya xasiyyət nəsə, ya münasibət qura bilmir. Ya hamıya yuxarıdan aşağı baxır, zarafat götürmür. Nəsə çatmır bunda. İstedadlı meyxanadayan bu dəqiqə mən tanımıram ki, desin ki, qardaş, mən istedadım var, mən oturmuşam evdə. Bugün əgər mən ayda 5 dənə toya gelirəmsə, deməli, mən elə 5 dənə toya getməli istedadım var da, qardaşım. Toyası mənə toya çağırır, 5 dənə toya çağırır məsələn. Mənə uyğun, mənim istedadıma uyğun adamlar mənə çağırır. Sənətdən yüksək dərəcədə başı çıxan adamlar var. Hər şeyə fikir verir, bəhirə, ona, buna. O heç vaxt mənə yığıb toya çağırmır. Çünki bilir ki, mən onu deyə bilmirəm o bəhiri. Düz deyil. Mənə kim yığıb çağırır? Qardaşımsan, 500 manat hörmət edəcək, bir iki nəfər də qəşəng məclisi oynaq, şirin, musikalini zat, düyün bağlayan. Mənə heç kim çağırmaz ki, səndən 30-luq bəhər istəyirlər. Adam mənə heç vaxt mənə çağıran deyir. Elədir. Elədir. Hərənin kütləsi var da, yəni. Hərənin kütləsi var. Kimin istedadı nə qədərdirsə, vallahi oradadır. Heç kim, heç nədən gedib, cəmaata zəng edib demir ki, mənə toya çağır. Kimin istedadı var, nə qədər də o qədər də qarır. Gözümüzün qabağında da göz verib Allah bizə. İndi mən yalandan deyim ki, mənim istedadım var, mən toylara çağırmırlar. Maşallah olsun, indi mən toya gedim, ayaqqabımın bağına qədər meyxana inandı. Evdə kran tatsam, su içmə, o da meyxananın puludur. Özümə uyğun gedirəm də toylara. Toy, Azərbaycanda gündə 500 dənə toy olur. İndi 2 dənəsi, 3 dənəsi bezgür olur. Qalan var da, bizə də, bütün meyxana deyənlərə uyğun toy var. Kim istəyirsən, ona uyğun toy var. Bilsən, Vüqar, mən burada bir dərə şeyə toxunmaq istəyirəm. Məsələn, elə meyxanası var ki, bugünkü günlər reklamı səndən qat-qat çoxdur. Amma mənə heç kim bu günləri deməyib ki, sən Allah Vüqar Binəqədiyə dəvət elə ora verilişə. Amma elə meyxana deyən var ki, onun reklamı səndən çoxdur, yaşı da elə sənlə bərabərdir. Mənə deyirlər ki, qardaş, ona imkan varsa çək. Deyirəm, qardaş, çəkməyəcəm. Məsələn, meyxana deyən var ki, çıxır efirdə deyir ki, bütün meyxana deyənlər narkotik istifadə edir. Mən deyirəm, qardaş, sən öləsən, yerdə qalasan, mən bir gün deyəsən sən verilişə çəkmərəm. Çünki sən hamının haqqına girdin. Bax, dəvət eləmişəm, Vüqar Binəqədiyə. Adamın bir dənə qüsurunu deyim mən, yəni asıllıqdan söhbət gedir. Yəni, niyə səni dəvət eləmirəm, mən Vüqar Binəqədiyə dəvət edirəm? Çünki qardaş, sən Vüqarın da haqqına girdin, hamının haqqına giribsən, sən. Bütün meyxana deyənlər, buradan çox üzr istəyirəm verilişimizi izləyən xanımlardan, bəylər yəqin ki, mənə başa düşər. Çıxır adam efirdə deyir ki, bütün meyxana deyənlər kayf edir. Yox, o düzgün söhbətdir. Bax, bu adi vərəm xəstəsi var ha. Bəli. Vərəm xəstəsi paxıl xəstəlikdir. Vərəm xəstəsi istəyər ki, yanındakılar hamısı vərəm olsun. Ən paxıl xəstəlik, indi həkim kimi danışma, həkimlərlə üzülü bilsilər. Bütün meyxana deyənlər narkotik, indi harada var meyxana deyən narkotiklə istifadə edən? Mən narkotik istifadə edirəm. Ümumiyyətlə, demək olar ki, indi yoxdur. İndi hansı zamanı ki, narkotik istifadə etsin meyxana deyən, kimsə də onu toyuna çağırsın. Elədir. Heç kim çağırmaz da. Qaldı bir şey 90'larda. Şəxsən mən indi yalandan danışmaq olmasın, mən tanımıram meyxana deyənlər arasında narkotik. Bir-iki nəfər tanıyıram 50-dən 100-dən araq vurur. O da az təbəqədir. Onca narkotik istifadə edən meyxana deyən yoxdur. Bu dəqiqə yoxdur. Bugünkü gündə yoxdur. Ola bilər, əvvəllər bir-iki dənə olub, amma hal-hazırda narkotik istifadə edən yoxdur. Səhv söhbətdir.
Əslində təşəkkürlərin heç birini oxumuram, amma burada bir Sirus Səfərli var. Yazıb ki, salam Mübariz bəy, əvvəla salamlayıram sizi və gözəl xalqımızı. Vüqar Binəqədi söz ustadı olaraq böyük sənətkar kimi tanımışam. Mən Cəmi Naxçıvan adından şairimizi salamlayıram. Özüm başda olsam da belə mənim və yaxınlarımın məclislərində çox canlılara deyən meyxana çıxışları olub. Şairimizə bir daha ürək dolu uğurlar arzulayıram. Sağ olsun, mən salamlayıram bu qardaşı da, Allah canı sağ eləsin. Düzdür, Naxçıvanlılar mübariz qonaqpərvərdilər. Mən Naxçıvanda demək olar ki, bir dəfə olmuşam. Mən buradan Ordubadın Dəstə kəndindən bizim dostlarımız var. Hal-hazırda Moskvada yaşayırlar. Salamlayıram onları. Allah can sağ olsun, məclislərində olmuşam. Çox qonaqpərvərdirlər onlar. Var olsunlar. Elmar Həsənli adlı bir izləyici yazıb ki, Vüqar bəyə salamlayırıq. Yaxşı şairdir. Daha böyük meydanlarda görmək istəyərdik. Bir zamanlar Məşəd Baba, Kərim, Namiq Araçuxurlu, Aydın Xırdalanla meydan bölüşməyə layiq bir şair idi. Meyxanadan bəyənmədiyi məqamlar hansı məqamlardır? Bəzən kənarda meydanı izləməsi əsl söz xirdarı olduğunu göstərir. O olur. Məsəl üçün, gedir hansısa bir meyxana deyən qardaşımızın toyuna. Meyxana deyən, 40 tane meyxana deyən var. Bəli. Gəlir mənə deyir ki, ay Vüqar, sənə də söz veriləcək, sən deyirəm, mən demirəm. Mən qulaq asıram da, tamaşaçı kimi bu ildən mən sənin toyuna gəlmişəm. Mən qulaq asıram. Mən heç bir meyxana deyən toyunda meyxanaya görə inciməmişəm. O da meydandan, qıraqda meyxanaya qulaq asmaq o meyxana deyəndən toyunda olur. Yəni mən heç bir toyda gedib, ya qıraqdan qulaq asmaram. Bəli. Yəni mən hamı göy kimi oturmuşam orada, qıraqdan meyxanaya qoşum. Gələk mən də sonsa bir iki dənə deyim də. Ged otur orada qulaq as. Yəni indi məndən böyüklər az olsa məsələn 5 dənə, 10 dənə böyüklər ki, onların məclisləridir. Mən gedib məmuriyyət oturub qulaq asaram orada. Amma gedərsən, görsən ki, orada Ağa Mirzə də oturub, 25 yaşında meyxana deyən də oturub meyxana deyir. Mən qıraqdan qulaq asmışım, məclis olmasın. Bəli, belədir. Allah can sağlığı versin. O ustadların adlarını çəkiblər. Onların hamısına Allah ölənlərə rəhmət etsin. Qalanlara can sağlığı versin. Mən Aydın Xırdalanlıya Allah rəhmət etsin. Mən Aydın Xırdalanlıya bir neçə və təkbətək də demişəm. Zövq gəlir. Aydın Xırdalanlı hər meyxana deyən özünə uyğun meyxana deyir. Elə meyxana deyən var ki, şığıyır üstünə, ondan intiqam almaq istəyir. Elə meyxana deyən var ki, onu ilə onun özü kimi stabil deyir. Allah Aydın Xırdalanlıya rəhmət. Allah Rəşad qardaşımıza kömək olsun. İsmail İsmailzadə adlı bir izləyici yazıb ki, salam Mübariz bəy, qonağınız Vüqar Binəqədini də salamlayıram. Vüqar Binəqədi ilə rəhmətli Vüqar Biləcəlinin tanışdıqlarından, münasibətlərindən xəbərdar bir insan kimi sual vermək istəyirəm. Vüqar rəhmətliyin ad günündə, il dönümündə bütün meyxanaçıları çəkişlərdə görürük. Amma Vüqar Binəqədini görmürük. Vüqar gedirmi? Gedmirsə səbəb nədir? Və yaxud gedirsə biz niyə görmürük? Bu suala cavab istəyirəm Vüqardan. Çünki onların çox gözəl münasibətləri olub. Hətta rəhmətlik hələ çox gənc yaşlarından Vüqar Binəqədilidən meyxana meydan barəsində çox şeylər görüb, götürüb, dəstəyin görüb. Bugün isə Vüqarın nə adın, nə də Vüqarın özün görmürük. Rəhmətlik barədə olan heç bir yerdə. Allah Vüqara rəhmət eləsin. Amin. Vüqar gözəl şair idi. Vüqarla mən tanış olanda demək olar ki, Vüqar bəlkə məndən 3 dənə meyxana deyən tanıyırdı, 4-cü mən idim. Çox gənc idi də, 14 yaşı olardı. Mən Vüqarla tanış olmuşam, o da Oktay Kamilin yanında. Salamlayıram Oktay Kamildən, onun yanına getmişdim. Orada tanış edilər ki, bəs bu da Vüqardır, cavan uşaqdır. Ondan sonra bizim münasibətlərimiz başladı. Bir neçə dənə onda o cavan idi, cavan uşaqdır, onu toya heç kim çağırmırdı, yəni özünə uyğun otururdu, toya da çox can atmırdı, o ancaq otursun, meyxana desin, təcrübəsini artırsın, elə bir meyxana deyən idi o. Qaldı ki, onun ad günündə, elə yazıblar, ad günündə, ölüm günündə, yəni qəbr üstündə məni görmürlər də. Deməli, Mübariz, Vüqarın qəbrinin 10 metrəliyində bir-iki qəbir. O tərəfdə onun 15-ə bir dənə hasar var, onun 15-ə hasar var. Orada 20-dən çox qəbir var, onlar hamısı mənim əzizlərimdir. Nənəm, babam, əmim, atam, anam, dayım qızı, dayım oğlu, bibim oğlu,
Bibim qız, bax, hamısı ora Vüqarın 10 metrliyindədir o qəbirstanlıqda. Mən ora ən azından getməsəm də ayda bir dəfə gedirəm. Öz əzizlərimi, atamı, anamı ziyarət edirəm. Oradan çıxdım, girəm Vüqarın məzarlığına, Allah anasına rəhmət etsin özünə. Şair, Allah sənə rəhmət etsin. Fatih, çıxıb gedirəm oradan. Mən ola bilər onun doğum günündə, ölüm günündə o samavar qarağında xurma ilə çay içib çəkişə düşmürəmsə, o deməkdə ölümə oraya getmirəm. Heç bir meyxanadayam məndən çox oraya gedə bilməz. Orada mənim atam, anam var, əzizlərim var. Var elə bir meyxanadayan ki, məndən çox geçsin ora. Ola bilməz heç bir meyxanadayan. Onun əzizləri gedmir olsa. Meyxanadayanlardan məndən çox oraya gedən yoxdur. O sual verən qardaşımız yerində verib qardaşım sualı. Mən salamlayıram orada. Allah canı sağ olsun. Mən demək istəyirəm ki, o ildə 3 dəfə meyxanadayanlar 4 dəfə gedirsə, mən ildə 30 dəfə, 40 dəfə gedirəm ora. Hər dəfə də gedəndə Vüqarın məzarlığının yanından keçirəm, Allah rəhmət etsin. Vüqarla nə qədər münasibətlərinizin yaxın olmağından mən də xəbərdar idim. Çünki mən də Vüqarı 7-ci mikrorayonda, yəni Oktayla demək ki, bir məhəllə uşağı olmuşuq. Oktayla gəlib gedəndə orada tanış olmuşdum mən də Vüqarla. Meyxanada bu yaxınlar, əzizlər demişkən, belə bir sual vermək istəyirəm. Olur hər kəsin bir həyatında bir qısa bir müddət və yaxud uzun bir müddət olur ki, çətinliyi olur. Ola bilər ki, mənəvi hansısa problemi danışa bilməzsən, amma tutaq ki, maddi bir ehtiyacın var, çox təcili. Sənə əziz olan başqa bir meyxanaçı varmı ki, bugünkü Vüqar yoxdur, Vüqardan sonra bir başqa əziz meyxanaçı varmı ki, düşünmədən tapıb onun nömrəsini yığarsan, bunların hansından istəyim deməzsən? Yəni, mənə pul lazım olsun. Məsəlsin. Birbaşa Ruslanı. Fikirləşmədən mən Ruslanı yığaram. Çünki o elə bir hadisələr olub. Birbaşa gözümü qırpmadan mən birinci yazaram o Ruslan Müşfiqabad, ona yığaram. Başqa meyxanadiyənlər də var, yığmaq olarsa, adicə olaraq onların imkanı çatmayacaq mənə kömək eləməyə. Demirəm, Ruslanın da imkanı böyükdür. Amma ki, belə az miqdarda mənə köməkli lazım olsa, mən birbaşa Ruslan Müşfiqabaddan yığaram. Çünki o insan çox səxavətlidir. Ürək açıq adamdır. Ruslanla bir veriliş çəkirdik. Ruslan orada Vüqar Biləcəli rəhmətlilə danışırdı, onunla tanışlığından danışırdı. Orada elə demək olar ki, söhbətə belə başlayır ki, bizi o vaxtda Allah Vüqardan razı olsun, bizi Vüqar Binəqədiri tanış eləmişdi. Biz Vüqarla danışıb, Vüqarla toydan gəldik. Hardasa bir məkanların birindəydi. Gəldi Ruslanla da orada görüşdük, çay içirdik. Orada danışdıq. Bunları tanış elədim ki, Vüqar Biləcəlidir, o da Ruslan Müşfiqabadlıdır. Gözəl də dostluqları alındı, münasibətdə alındı. Sonradan da dost oldular. Allah Vüqar rəhmət etsin, Ruslan can sağlıq versin. Damır da, deyir ki, belədir. Bəli. Gözəl. Salamlayıram. Mən də salamlayıram Ruslanı. Qaranlıq qalan yerlərdən hər kəsə salamlar. Elə izləyicilər var ki, sualı əslində mən burada Vüqar bu sənə yox, izləyicilərə demək istəyirəm. Elə izləyicilər var ki, sualı o qədər uzun yazır ki, mən sualı bu çox uzundur, bu boyda oxumaq istəmirəm. İzləyici soruşur ki, bu uzunluğunda yazmağının məqsədi odur ki, konkretləşdirəm. Vüqar niyə o bəhbəhli çadırlarda, palatkalarda, ağır o məclislər ki var, onlarda niyə yoxdur? Ağır olan məclisə, yəni o gül məclislər. Bəli, gül palatkalarda yazıb, elə o görüm çoxnaş yazıb. Allah canı sağ etsin, ama bir iki dənə sözündə artıq sən onun sualını bilirsən ki, nədir? Əslində o dediyi ki, o bəhbəhli, o yekə palatkalar içində 500.000 adam, əslində onlar ağır məclislər deyil. Meyxanadayan təbə gətirən nədir? Alqış, bəli. Alqış. Elə məclislərində ki, sahibləri biraz imkanlı adamlar olur. Meyxanadayanlar danışır, pullarını verir. Bir 200-300 öz qonağı varsa, bir 200-300 də qıraqdan gəlir meyxanaya qulaq asmağa, xiridarlar alqışlamağa. Alqış var, pul var.
Meyxanədən təblə deyəcək də, qəşəng deyəcək də, buna nə lazımdır? Alqış vapı. Əslində, ağır məclislər, mən olduğum məclislər deyə, köhnə palatka, toy yiyəsi, kasıb adam, 3 saat meyxana deyirsən, stolun üstündə 3 nəfər meyxana deyirsiniz, 3 saatlı stolda 100 manat şabaş var. Toy yiyəsi elə bilmirsən, sənə nə verəcək, indi deyib imkanım çatandan hörmət edirəm. 3 saat, gəlində o təbii, arada görsən ki, o ağır məclisdə olan meyxana deyənlərin biri, indi kiminlənsə o məclisdən münasibəti var, xahiş edir ki, burada iştirak edə bilərsən, o toy yiyəsinin qohumundan, əqrabasından, dostundan. O da o xahişini nəzərə salmır, gəlir, düşür həmin o məclisə, baxır o patkızda, bir dənə qafiyədə deyir ki, mən getdim. Bəli. Amma görür ki, o öyləşi baxır, hay-huy, əl çalmaq, hörməti yerində olsun, orada tab gətirə bilmir, hövsələsi satmır. Çıxıb gedir, mən orada az miqdar pulla 20 nəfər, 30 nəfər toyda adam var, onu da 5-i alqış edir, 15-i yox. Mən orada 3 saat o təblə meyxana deyirəm, mənim də yanımda 2 nəfər, 3 nəfər. Ağır məclis odur. O gür məclis ki, deyir, 1000 nəfər var, hamı alqışlayır. İndi özü təzə dəvva meyxana deyəndən arxasında yanıb belə edirlər ki, alqışlayın, olar, mən onun məclisləri olmur. Mənim yanımda heç kim dayanmır ki, alqışlayın. Ağır məclis mən getdiyim məclisdir, mənim qardaşım. Vüqar, bax, orada bir maraqlı bir şeyə toxundun. O meyxana deyənlərdən arxada o yığılıb əl çalanlar çox maraqlı adamlardır. Orada dayananla hamıya aiddir sözüm. Orada dayanan meyxana deyənin arxasına baxırlar. Yəni, keçib bərdə üzünə baxmırlar. Keçib orada arxada. Çəkişdə o qədər pis düşür ki, yəni, bilmirəm, adamlar sonra çəkişdə özünə baxanda nə deyir? Yəni, adam niyə səhnəyə çıxıb meyxana deyənin arxasında dayanıb, arxasına baxar? Yəni, ümumiyyətlə, sualım nədir? Hansı mövzu barədə istəyərəm sənə danışmaq? Məclislərdə lap elə olsun, o bəhbəhli palatkalar olsun, bir dənə yaşlı adama, bəlkə də bir dənə rast gəlirik, amma demək olar ki, yaşlı adama da rast gəlmirik. Hara getdi o xeyirdarlar? O xeyirdarlar indi yoxdur. Bax, ona görə də indi elə bir vaxt gəlib çatıb ki, biraz yaşlı meyxana deyənlər toya az gedirlər. Çünki toyda yaşlı adamlar meyxanaya qulaq asmır. Bu günləri 22-23 yaşında oğlan, özünə toy eləyən oğlan, 50-55 yaşında meyxana deyəni yığıb çağırmayacaq. Öz bakalenisine, öz taytüşünə yığıb çağıracaq da, cavanlara yığıb çağıracaq. Həm də biraz meyxananın surəti çoxalıb. Cavanlar ki, biraz surətlə deyirlər. Orada surəti deyirlər. Sonra gəlib sosial şəbəkəyə yerləşdirəndə ona biraz da surət verirlər. Elə bil ki, sənin mübariz. Rayondan gəlsən 400 kilometr. Minmisən bir dənə Mercedes saatda 160-170 gəlir bütün yolu. Yarıya çatanda Mercedes xərab olur, səni bir dənə başqa başına mindirirlər. O maşın 80-la gedir, ürəyin sıxılacaq. Ona görə də sosial şəbəkədə o proqramla qabağa verilmiş meyxanalar var, tap. Əslində onlar yavaş meyxanalar var. Sonra nə bilim sintez edirlər, nə edirlər, onları qabağa verirlər. Tamaşaçı da baxır ona tez-tez. Gəlir biraz yaşlı meyxanadan ki, aramla dəyişmə deyir. Onu həvəsi çatmır, hövsələsi çatmır qulaq asmağa. Adi telefonu açırsan, görürsən ki, bir dənə mesaj gəlib. 1 dəqiqə 30 saniyədir. 20 saniyə qulaq assan, saxlayırsan ki, bilsən, hövsələ çatmır. İndi bu da hamı tələsir. Tələsir. Qaldı ki, o arxada alqış eləyənlər, onlar yaxşıdır. Meyxana deyənlər ruhlandırırlar, sağ olsun. Onlar da bir əziyyət çəkirlər, boyunlarında dəsmal alqışlar. Düzdür, onların bir neçəsi əvvəlcədən tapşırılmış işlərdir ki, məsəl üçün, mənim mübariz deyir ki, Vüqar toyum, deyirəm ki, mübariz, sənin toyun yaxşı meyxanadır, yaxşı meyxana istəyirsənsə, toyunda alqış yaxşı olmalıdır. 1-3 nəfər, 5 nəfər, necə ki, o işlə afisatlığa tapşırımıza, 3 nəfər, 5 nəfər yaxşı dostlarından bizim arxamıza yığ, cəmaatı alqış tələb eləsinlər də. Görürsən ki, bir meyxanadan durur ayağa, elə küfrəti başlayıb, belə eləyirlər ki, alqışlayım da, deyən görək nə deyir də bu alqışa. O da alqışlamaq, o deyən meyxana deyən biraz da təbə gətirir. Bəlkə də küfrəti pis deyəcəkdir. O alqışa görə küfrəti yaxşı deyir. Yaxşıdır o, pis deyir. Hər toyda olsa yaxşı olar. Mən ona etiraz eləmirəm. O hər toyda. Mən də istəyərəm, mən oğlum toyda gəlsin 5 nəfər, 3 nəfər yansın arxamda. Adi, məsəl üçün, o keçənə bir dənə məclis deyil, ad çəkmirəm. Bir meyxana deyən qardaşımız şeir deyir. Bir dənə kupletlidir, 2 dənə kupletlidir. Cəmaat otur, baxır, yanımdakı meyxana deyən dedim ki, indi bax, cəmaata var, görəcək.
üçüncü kupaya qutaran kimi belə demək. Belə elədim, hamı əl çaldı. Gördün mü? Onu niyə əl çalmırdılar ki bəs? Bir nəfərin əl çalmağı, alqışlamağı kifayətdir ki, hamı alqışlasın. O yaxşı şeydir. Hər toyda olsa yaxşı olardı. O. Xiridar sözü ümumiyyətlə o qədər ucuzlaşıb. Elə adamlar özünə xiridar deyir. Yəni çox ucuzlaşıb. Yəni xiridar yox kimi bir şeydir. Yəni valla o qədər nə bilim. Xiridar mübarizə heç inanırsan meyxana deyənlərin arasında yoxdur. Meyxana deyənlərin arasında azdır xiridar. Mən xiridar deyirəm. Meyxana deyənlər arasında mən xiridar deyirəm. Mən bir dənə sual versin. Orada bir dənə meyxana qoysun ki, bunun bəhri nədir, vəzni nədir, o təfiləsi nədir. Mən onu bilməyəcəm. Nə olar ki bilməyəndə? Xiridarlar hamısı borcu deyil ki bilməyəm. Mən adi meyxanaya baxan xiridaram. Mən şeiriyyatı xiridarı deyirəm də. Yəni indi xiridar fanatizmdir. Ya zaten o ritmdən çıxmağı Ayvqar, sən qulaq asanda hiss eləyəcəksən. Məsələ nədir? Məsələn, sən bilirsən ki, bu təkrardır. Mən keçən dəfə bir adam var idi, video çəkəndir. Dayanıb dostlarla, deyir, mən 15 ildir meyxana xiridarıyam. Bir dənə oğlan qayıtdı ki, yuqarı tanıdığını deyir, yox. Məni tanımayan xiridar yoxdur. O demək deyil, o demək deyil. Məni sevməlidir, mənə qulaq asmalıdır. O başqa bir usulur. Məni tanımalıdır o xiridar. Mütləq tanımalıdır. Tək məni yox, mənim kimi bir neçə xiridar Azərbaycanın istənilən nöqtəsində ağzından bir dənə, iki dənə meyxana tanımalıdır. Xiridar 5 dənə, 10 dənə meyxana tanıyır. YouTube-dan görür, oradan görür. Deyir, mən xiridar var ki, Allah bu dəqiqə deyir ona ki, Qazaxda meyxana tanıyırsan, 2 nəfərin adını çəkəcəksən ki, tanıyıram. Düzdür, ola bilər sevməsin o meyxana deyənləri. Bakının hər hansı kəndində meyxana deyən var, tanıyacaq. Deyir, qarşı, tanıyıram, amma mən bu 3 nəfərə qulaq asam, onu da tanıyıram. Məni tanımaq, xiridar birbaşa borcudur, əgər özünə xiridar deyirsə. Məni tanımırsa, o xiridar deyil. Mən onu demirəm, amma mənim meyxanıma xoş gəlməlidir, o mənə toya çağırmalıdır, yox. Amma məni tanımalıdır. Mən 25 ildir meyxana deyirəm. Mən internetin olmayan vaxtından mən gecə saat 4-də 5-də gəlirdim evə, axşamazı yatırdım, sabahsı gündə bir gün toy olmayanda sevinirdim ki, bu gün rahat oturacağım, mübarizlər, o birisindən, bu birisindən, çayxanada çay içəcəm. Amma o vaxtı meyxana necə idi? Gəmi kimi. Gəmi gedir, arxasıyla nə qədər iz qalır? 50 metrə. Meyxana da elə idi. Bu toyda bunu dedin, hələ orada da çox getdi. Amma indi də deyil. İndi gedir toya, 3 saat meyxana deyil, 3 dənə kuplet qoyur TikTok-a, elə bilirsən ki, bu toyda elə bu deyib meyxananı. İndi çəkiş elə çox yayılmırdı toylar, düzdür. Çəkiş nə qəzir? Adicə, məsələn, Allah rəhmət etsin, Aydın Xırdalı'na axşamlar var idi, musiqili meyxana. Deyərəm, bəlkə elə bir sezon dedilər bütün toylarda. Əlbəttə, çəkiş nə qəzirdir? Toydan toya, əgər o toyun içində toy eləyən varsa, o sənə yaxınlaşır ki, o pul da yox idi, o pul da yox idi. İndiki kimi pul yox idi, indi, məsələn, məbləğ deyir, meyxana deyənlər, o vaxtı demək olmurdu. Elədir. Az idi pul. 5 dənə toya gedim. Mən vaxt oldu ki, toya gedirdim. 2 dənə toya gedmişəm, bir köpük qazanmamışam elə. İkinci toyda çıxmışam, bir köpüyüm yoxdur elə cibimdə. Hamısı dostlar. Amma elə də toy olurdu ki, bir ay orada burada xərcləyirdim, o pul qutarmırdı. İndi maşallah olsun ki, cəmaət də meyxanaya dəyər verir. Meyxana deyənlər də özlərinə dəyər verirlər. Bəli, o da böyük. Dəyər verirlər özlərinə ki, qardaş, bizim işdir bu. Mən başqa işlə məşğul olmam, gələm sənin toyunda meyxana deyirəm. Musiqisiyə pul verirsən, gölgəyətini pulla alsan, qab-qaşqa pul verirsən, hamısa pul verirsən. Mən də bu işlə məşğul olum, gəlib sənin toyunda qulluq. Mənə də hörmət elə gedim. Mən istəyərəm ki, meyxananın qiyməti bu günləri neçəyədirsə, 3 qat da bundan sonra artıq olsun. Çünki bədayətən müğənni gedir, fonoqram oxuyur, xeyli məbləğ alır, meyxanadan tər tökür, bədayətən meyxana deyir, ağzından bir kəlmə çəksə, gözdən düşəcək orada. Hər toyda yadda qalmaq olmur, elə toy var ki, gözdən düşürsən, elə toy var təbin olmur. Bu nəyə görə o pulu almamalıdır? Almalıdır özü ki, necə lazımdır almalıdır. Bəs Vüqar, bugünkü meyxananın vəziyyətindən razısan? Bugünkü meyxananın vəziyyətindən necə razıyam? Pis deyil. Meyxana biraz artıb, artıq hər şeyə baxırlar.
Sait Samitə baxırlar, keçməyən sözlərə baxırlar. Məsələn, bu cavanlar ki, gəldi, cavanlar. Bəli. Bax, onlar da meyxana üçün böyük işlər gördülər. Ha. Çox adam deyir ki, cavanlar meyxana bu günə qoydu, yox. Cavanlar da meyxana üçün az işlər görmədilər. Meyxananı səliqəyə saldılar. Qabaqki meyxana düzdür, şirin idi. Bəli. Ancaq ki, indi baxırsan ki, görsən... Anlamda qabyan da deyirdilər da. Keçməyən sözlər var idi, amma indiki nəsil ki gəldi, bunlar elə şeylərə biraz qadağa qoydular. Çox meyxana deyənlərin meyxana ilə üzünə vurdular, o söz keçmir, bu söz keçmir. Bunlar da pis iş görmədilər meyxana üçün. Yaxşıdırlar. Meyxana özü inkişaf edir. Azəmək istəyirəm ki, bu yaşlı pakalenilərdə, indi özümü demirəm, indi lapel özümü də deyirəm, fayda yoxdur burada. Yaşlı pakalenilər meyxanaya toylarda görsənmək üçün mən istəyirəm ki, biraz yaşlı insanlar otursun meyxanaya qulaq assın. Qulaq asmırlar, valla çıxıb gedirlər. Meyxanaya söz verəndə görsən ki, 3 dənə, 5 dənə yaşlı adam var, onlar da durur, çıxır, gedir ki, biri də şəkərim var, biri də davrim qalıb. Mən istəyirəm, onlar qulaq assınlar meyxanaya. Fərqi yoxdur, cavanlara qulaq assınlar, yaşlılara qulaq assınlar. Amma bugün görsən ki, elə yaşlı meyxana deyənlər var, onlar da özlərini istəyirlər, cavan kimi görsəsinlər. Amma elə deyil də, hər an öz təbəqəsi var meyxanada. Mən 25 il bundan qabaq meyxanada elədiyimi indi eləyə bilmirəm. Mən avtobusda meyxana demişəm gedə-gedə. Paz avtobusda vardı, qabağında onun üstüne oturmuşam, kimsə mənə deyib, bir dənə meyxana, cəmaat avtobusu, amma indi mən eləyə bilmərəm, bax qardaşım. Hər yaşın öz dövrü var da. Qabaqlar gedir, harası çörək yeməyə, bir kafe şəraitidir, sintizator var orada. Mənə deyir, dururdum, soğusu, sualsız götürür, mikrofonu başlaydım, cəmaatın meyxanadıma. İndi onu eləyə bilmərəm. İndi sonra gedə bilmirəm. Hər yaşın öz qayda qanunu. Cavanlar ümumiyyətlə meyxananı, bu elə bayaqlar Ruslanla danışdıq, məsələn, Ruslan bir dəfə deyir ki, bəzi verilişlər olur ki, məni dəvət edirlər. Baxıram ki, verilişin, yəni kimə hansı verilişə dəvət edirlərsə, adətən yazır, həmin verilişin əvvəlki saylarına baxır ki, bu verilişin motivi nədir, harada çəkilir. Deyir, məsələn, baxıram ki, veriliş çayxanada çəkilir. Getmirəm verilişə. Bunu deyir, gücünü efirə daşımışıq. Ruslan bir arada o sözün üstünə... Təzdən deyir, mənə qaytarırsınız çayxanaya. Mənim orada nə işim var? Əziyyət çəkib bunu bura qədər daşımışıq. Ruslan bir arada o bir-iki meyxanədən dedilər ki, bu nə deyə, bu deyir çayxana. Amma Ruslanın fikri o demək deyir ki, siz onu çəkmir. Deyir, çəkirsiniz bir normal bir yerdə çəkin də. Əlbəttə, razıyam. Niyə görə? Bu sizi istəyib deyir də. Deyir ki, qardaş, bu çayxanada niyə görə çəkirsən ki bunu? Sonra dedilər ki, hamı elə çayxanadan başlayır. Nə olsun başlayıb, qardaş? Qabaq nolon bir sürüb atam. İndi mən nolon bir bəy, nə edeyim indi? Bu deyir ki, bir bazı inkişaf elində, elə oturun çayxanada. O indi çox adam dedi ki, bu belə elə, bu özü çayxanada deyib. Mən bir neçədən yerdə demişəm, qardaş, bu paxıllıq eləmir, siz lazım da deyil olun. Sən git harada istəyirsən, git otur, harada istəyirsən çək. Sadəcə o öz fikrin deyir ki, bunun bir səliqəli yerdə çəkildi. Bu cavanlar da dedi mübahisə sözünü kəsirəm. Mən buradan bax cavanlar dedim, mənim tələbəm var. Rövşən Binəqədir. O mənim tələbəmdir. Mən onu salamlayıram. Bax cavanların biri o. Nə gözəl işlər gördü bu müharibə dövründə. Qartalımın bir qanadı yaralanıb. Bax həmin o meyxana deyən mənim tələbəmdir. Müharibədə demək olar ki, əsgərlərə ruh verdi. Qazilərin, şəhid ailələrinin hamısının məclisinə təmənnasız gedir. Buradan bizə hara gedir? Gələn boya, tərtərə, ora-bura cibindən benzin tökür gedir. Bu adam belədir. İndiyə qədər də müharibə 5 ildir qutarıb, hələ də onların qulluğundadır. Hər hansı qazi zəng edibsə, yox deməyib gedib. İstəyir harada olursa, Rusiyaya gedib, bir dənə biletini alırlar, gedir Rusiyaya. Gəlir, o mahnılar oxuyur ki, məsələn, kimsə deyir ki, mənim daim oğlu şəhid olub, deyir, başlayır, gəlin, bir dənə mənim biletim olun da Rusiyaya. Buralarda mən onu salamlayıram, mənim Rövşən Binəqədir, mənim tələbəmdir. O böyük işlər görüb. Böyük işlər görüb. Demirəm, meyxana üçün, yəni Azərbaycan üçün də böyük işlər görüb o. Vətənpərvər mahnılar. Allah canı sağ versin. Amin. Bir maraqlı sual gördüm burada. Səncə şairdə qorxu yaradıcılığı öldürür, yoxsa daha da dərinləşdirir? Qorxu öldürür. Öldürür. Bax, meyxana idman kimi bir sənətdir.
idmanda, məsələn, idmançı var ki, mən elə şeylərlə biraz maraqlanan adam da, adi zalda məşq edəndə, bunun qabağında dayanan yoxdur. Gəlir yarışa çıxanda başlayır əsməyə. Gəlir yarışa çıxanda əsməyə. Meyxana da elədir. Görürsən ki, 5-6 meyxana deyir, hə? Elə meyxana var, lafı özüm də olum. Görürsən ki, 5-6 nəfərin arasında elə deyir ki, o baxırsan ki, deyəndə ki, bir dənə frankəs tək-tək başlayır əsməyə. Qorxdun, qorxu da var, bilsən necədir? Məndə də həmin qorxu, bax, bir neçə ildir yaranıb. Neydən qorx? Qabaq, mən heç kimdən qorxmurdum. Heç kimdən qorxmurdum, ha. 5 dənə meyxanadan düzülürdü, hamı ilə tək-tək deyirdim. Allah qapısını açsın, Rəşad Dağlı ilə mənim bilsən, bəlkə bir, indi o kasetlər yoxdur da, düşsə üstünə tapsaq, bəlkə bir 200 dənə tək-tək deyişməm var. Qorxmurdum. Amma biraz yaş gedəndən sonra adam qorxur ki, hansısa bir söz deyər, xətirvə deyər, ailə üzvlərin baxar ki, biraz sıxılarsan, ailə üzvlərin bir 93-ün baxarsa, deyər ki, falan ki, sən bu sıxdı ki, meyxanada. Amma qabaq cavan olanda eləncə bir şeylərdən qorxmurdun da, dig etsin. Vüqar, artıq neçə il sənətdəsən? Mən artıq haradasa, deməli, 95-96-dan başlamışam, 99-cu ildən toylara gedirəm. Maşallah, demək olar ki, az qalıb, 25 il altı bir şey. Yəqin ki, bu illər ərzində sənət yoldaşlarına arada dostluq elədiyin də olub, həmin dostluq elədiklərindən dünyasını dəyişən də olar, həyatda qalan da olar. Heç bir nə qədər elə bir sənət yoldaşım var ki, sözün əsl mənasında qəlbi qırıb. Mənim heç bir meyxanadan qəlbim qırmayıb mübahiz. Elə bir tanıdığım meyxanadan yoxdur ki, elə bir mənimlə münasibət olan meyxanadan yoxdur ki, mən ona zarafat edeyim, o məndən incisin. Fərqi yox, neçə yaşım var. Neçə yaş var, fərqi yoxdur. Zarafat edeyim, o məndən incisin. Ağam Mirzədən tutmuş, 15 yaşında olan meyxanadan gəlir. Yəni, hərənin öz çərçivəsindəyəm. Təbii ki. Zarafat edeyim. Qaldı ki, meyxana deyənlərdən, indi mən başa düşdüm nə demək istəyən. Yəni ki, inciliyim, cəm meyxana deyənlərdən gəlir söhbət. Meyxana deyənlərdən mənim heç bir inciliyim yoxdur. 2015-ci ildə atam dünyasını dəyişib. Meyxana deyənlərin 95%-i gəlib, oturub palatkada, Allah rəhmət etsin, gedib. 2017-ci ildə özüm səhhətimlə əlaqədar xəstəxanaya düşmüşəm. Meyxana deyənlərin 95%-i gəlib mən xəstəxanada ziyarət edib, Allah şəfa versin, gedib. 2019-cu ildə uşaqlarıma toy eləmişəm, bağlanıyor. Meyxana deyənlərin 95%-i gəlib məclisdə iştirak edib, Allah mübarizəsini gedib. 2023-də anam dünyasını dəyişib. Meyxana deyənlərin 95%-i gəlib, yığılıb ora. Allah rəhmət etsin, gedib. Mən meyxana deyənlərin heç birindən, heç bir inciliyim yoxdur. Ancaq bir məsləhət vermək istəyirəm. Gəlin, yığışdıraq neyi? 10 nəfər, 12 nəfər, 13 nəfər toya gedməyək. Çağırır mübariz. Qardaş, neçə dənə meyxana deyən çağırmısan? 4 dənə, 5 dənə. Bəsdir, qardaş. Cəmaata da deyirəm ki, meyxana yaxşı istəyirsinizsə, əgər 3 saat meyxana gedəcəksə 4-5 nəfər, daha 6 nəfər padoloqaya. Əgər 1 saat sənə meyxana lazımsa, bir 3 səfər. Gedirsən toya mübariz. Qarışdı söhbətə biraz. Olsun, olsun. Gedirsən toya, görürsən ki, toydur, restoranda toydur. 8 dənə meyxana deyən var. Çıxırsan meyxana deyirsən, 2 dənə qafiyə toy göstərir bəs. O qardaş, bunlar neyinir burada 8 nəfər? Heç kimdə heç birindən xəbər yoxdur ya. Mənə də deyiblər ki, 2 nəfər olacaqsınız. O birisənə deyir 2 nəfər olacaqsınız, bu birisənə deyir 2 nəfər olacaqsınız. Qardaş, bu 12 nəfər toya gedməyə yığışdıraq. Yığışdırsaq, valla toyda meyxana da yaxşı olacaq. Toyda meyxana da yaxşı olacaq. O toya çağırıb əziyyət çəkib toy eləyir, pul xərcləyir, o eləyir, bu eləyir. O da yaxşı olacaq. Onun üçün də yaxşı olacaq ki, meyxana, 12 nəfər meyxana deyir, bir dənə qafiyyə, 2 dənə kufet adama deyirlər. Çox tardı getdi. İnan kadr çəkəndə kadr yerləşmələri o qədər geniş yayılıb. Belə, o meyxana deyil. Allah haqqı, gəlin meyxana deyənlər belə vəziyyət. Deyəcəksən, deyir ki, hani elim qardaş, mənim pulumu verir, toya çağırır da, mənim neyim lazım, o da 8 dəfə. Gedmə də. Pula görə meyxananı batırırsan axı. Meyxananı uçurma aparın hamısı, bəs belə şeylərə görədir. Keç də oradan, deyən ki, qardaş, gedmə.
4 nəfər, 5 nəfər, padaloku daha burada adam çoxdursa, 3 saat 4 saat meyxana gedirsə 6 nəfər. Əslində 4 nəfər yaxşıdır. O da 4 nəfər demirəm, elə həmin 4 nəfər yapışsın bir-birinə. Orada ola geçsin, burada da var. Yox. Qardaş, məclis deyəndə o yanındakı 3 nəfərin adını çəkmə də. Bir dənə oradan, bir dənə buradan, bir dənə burada istedadlı uşaqların adını çək, özünlə apar. Sənə məclis demirlər, bu gündəmdə olan meyxana deyən birinə. Sən yanındakilərin adını çəkmə də. Bir dənə məştəqadan deyil, bir dənə xırdağdan, bir dənə belə gətir. Belə özünlə bir dənə toya apar. Bir bax da gör necə olacaq maraq. Mən apar, mən özümdən daima Allah haqqı mən özümdən danışmam. Sadəcə bu meyxanaya görə danışıram mən. Ki, biraz meyxananın o səhnəni azaldaq. Çoxdur meyxana deyən, onun dərdindən cəmaat oturmur, böyük adamlar, ağsaqqallar oturmur toyda. Bir sual da vermək istəyirəm. Yaradıcı insan cəmiyyət qarşısında mövqeysiz qala bilərmi? Sükut bəzən yalandan daha təhlükəli deyilmi? Hə, bu gözəl sualdır. Elə olur ki, bax, oturursan, orada gələk düzün danışmayasan. Düzün danışsan, elə bir ki, biraz işin çətinləşəcək. Məsəl üçün, sən mən məclis demirsən, 5 gündən sonra məclis, yaxşı məclis. Sən neysə danışırsan, mən biləm, düz danışmırsan, mən sakit oturmuşam ki, mən sənə durub deyərəm ki, ay qardaş, bu sözü sən düz demirsən, sən 2 gündən sonra yığarsan, mənə deyərsən ki, o məclis alınmadı, atmiyet oldu. Elə bir hadisələr olur, ha. Gedirsən toya, bir meyxana deyən sənə məclis deyib, hələ məclisə 10 gün qalıb. Bu məclisdə nəsə olur, onunla bir balaca meyxanada dilləşirsən, sən deyirsən ona, o sənə deyir, görürsən ki, o xətrinə dəyir, üstünə 3 gün keçir zəng gəlir ki, o məclis alınmadı. Ona görə də biraz sakit, düzün deməlisən, ancaq düzün də deyəndə yeri olmur da. İncilik olur. İndi eləncidir. İnciliklər çox olur düz deyəndə. Ona görə də əgər düzün demirsənsə, yalan da demədə. Elə deyinən, hə, Allah köməyiniz olsun, sakit yəni, öz fikrində qal da. Öz fikrində qal. Nə bilim, bilmirəm ki, nə qədər bu düzdür. Əslində mən razılaşmıram. Başa düşürəm ki, məsələn, adam məclisindən olmaq istəmir. Amma mən özümə götürmürəm, amma mənim məsələn elə bir adam yoxdur ki, mən deyim ona ki, mən elə səhvdir deyəcəm, səhvdir, hamı tanıyır ki, mən də elə ona görə də mən indi gördüyüm meyxana deyəndən, mən oturanda hamı mənim ətrafıma yığılırdı. Mən də həmçinin onlar oturanda onların ətrafına yığılır, hamımız bir yerdə olmuşuq. Görürsən ki, indi mən onların hamısına gez-gez görüşürəm. Hamısı neydəndir? Bir kəlmə düzün danışmağa görə, deyirlər ki, ya, mübarizə də gəlsin, otursun bizə. Ədinə mübarizə gələcək, mübarizin yanında heç danışmaq olmayacaq. Hə, o başqa mövzu. Düzün deyir də, deyirsən filan şeydir, deyir, ay, yox, elə deyil axı. Hə, bildim, mən başa düşdüm. Buna görə, başaqsı deyir, mübarizi çağırmayın bura. Vüqar çağırmayın, çağırla bura. O oturur, belə danışır, elə danışır. Sən yalanı öyrəşmişik də, ona görə. Peyğəmbərimizdən bir də hədis var, haqqı bilə-bilə susan dilsiz şeytandır. Çox ağır sözdür. Həqiqətən çox xoşuma gələn bir hədislərdən biridir. Vüqar demək olar ki, izləyicilərin yazdığı sualların hamısı bitdi, amma verilişin adına uyğun ki, verilişin adı qaranlıq qalan yerlərdir. Verilişin adına uyğun verilişin bir tək ənənəvi sualı var ki, bu 47-ci verilişimizdir. Bundan qabaq ki, qonaqların hamısına bu sual verilib. İzləyicilərin sənin haqqında nəyi bilməklərini istəyərdim? Vüqar Binəqədilinin qaranlıq qalan tərəfi. Hə, güzel sualdır. Mən heç bir ali təhsilim yoxdur bazı. Ancaq mən hər insanın öz istedadını bilir də. Mən özümdə bilirəm ki, məndə aktyorluq alınır. Mən həmişə istəmişəm ki, hansısa bir kinoya, seriala bir 5 dəqiqə, 3 dəqiqə çəkilim də. Hələ bir dəfə də getmişdim məni çəkməyə. Biraz suallar verərdilər ki, başlarında çəkiləcək. O belə, mənim də ayağım düşmədi, heç çəkmədilər o kilonu. Amma demişlər, sənə çəkəcək. Mən özümdə aktyorluq görürəm. İstənilən bir rola çəkilə bilərəm. Başqa istedadım da ki, meyxanadan olmasaydım, məsələn, bir də vardı məndə, mən
nağara çala bilərdim yaxşı. Yəni məndə o istedad da var idi. Nağara da almışdım o vaxtı. İstəyirdim, hələ mən heç nağara dərsinə getməmişdim, artıq bilirdim o necə ritmləri bilirdim. O istedad da var, aktyorluq istedadı da var. Hansını istəyirlər bəyənsinlər. Vüqar, qonaq var ki, bu verilişdir, məsəl üçün, baxmayaraq ki, bu mənim belə təşəbbüsçü kimi çıxmasın, öz verilişimdir, istədiyimi dəvətləyərəm, istəmədiyimi dəvətləmərəm. Amma bir şey var ki, bir reallıq var ki, bugünkü günlərin meyxanada tanınan simalar var ki, gərək mütləq onları növbə-növ dəvət eləyəsən. Elə qonaq var ki, həmin o mütləqə görə dəvət eləmişəm, amma həm adamda yaradıcılıq olmayıb və yaxud da hansısa bir xarakterinə görə o qədər tez istəmişəm ki, veriliş bitsin. Tez danışaq bir dənə, bu veriliş bitsin. Sənlə o qədər səmimi alındı. Həqiqətən çox sağ ol ki, dəvəti qəbul elədin, gəldin. Sənlə söhbət eləmək çox xoş idi. Allah səndən razı olsun. Allah kömək olsun. Uğurlar verilişinizə. Bu veriliş mən arzu edirəm ki, bir neçə ildən sonra yenə də gəlin bura. Yenə də gəlin bura, yenə də məni çəkəsiniz. Allah sizə can sağ versin. Bütün izləyicilərinizi də salamlayıram. Gözəl suallardır. İnan ki, mən birinci dəfədir Mübariz. Çəkilişə gəlirəm. Efirə də çağırıblar məni. Söz yarışmasına bir neçə il bundan qabaq da çağırıblar. Bu təzəlikdə də çağırıblar. Bayaq da dedim. Heç birinə gelməmişəm. Birinci dəfədir ki, çəkilişə bir kəlmə dedim, gəlirəm. Məsələn, Allah can sağlığı versin sizə. Var olun, çox sağ olun. Var olasın, var olasın. Karanlık kalan yerlerden herkese salamlar.